Salam. Deməli bu hardasa 1100-1200 toyuq yumurtası tutur. Yəni yumurtanın diametrinə görə iri xırda söhbəti var da. Yəni 1100 də gedə bilər, 1200 də gedə bilər. Bunun haqqında qısaca bir məlumat verim. Rəqəmsal tam avtomat beyindir. Hər bir şeyi tam avtomat nəzarət edir. Dəmir korpuslu, içi çölü dəmirdir. Yumurtalar üçün belə səbətləri var. İndi yola salınır, müştəriyə təhvil verilir. Ona görə pakovkalarını qapısını aça bilmirəm. Bu qaydada altının təkərləri var. Dəmir korpus, içi çölü. 220 ilə işləyir. Rəqəmsal tam avtomatdır. Proqramı, nəmi, temperaturu qurursan, yumurtaların çevrilməsini qurursan, hər bir şeyi avtomat özü nəzarətdə saxlayır. Sizin heç nəyə əl vurmağa ehtiyacı yoxdur. 220 ilə işləyir. İşıq sərfiyyatı aya 15-20 manat arası fərq edir. O da dediyim kimi hava şəraitinə görə soyuq olanda biraz 20 manat işlədir. Hava xoş olanda 10-15 manat. O biçim 10-20 arası işıq sərfiyyatı. Yumurtaları düzürsüz, içərisində su yeri var. Suyunu doldurursunuz. Hər şeyi avtomat özü nəzarət edir. Özəllikləri nədən ibarətdir? İlk inkişaf dövründən çıxış dövrünə kimi yumurtalar burada qalır. Çıxandan sonra da cüzələrin tükləri quruyana kimi qalır və nəticədə sonda cüzələri yığıb götürə bilərsiniz. Digər üstünlüyü ondan ibarətdir ki, universaldır. Toyuq, ördək, qaz, dekorativ, istənilən növ quşların yumurtası gedir. Belə bu qaydada